Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdıracağıq. Bugün dekabrın 26-sıdır və dekabrın 27-sinə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz isə 6-9 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın bölgələrinə gəlincə rayonlarda havanın yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 7-10 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə şaxta, gündüz isə 0-3 dərəcə isti olacaq. Qeyd eləyək ki, bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.